Ad qövmü yer üzünün ən güclü xalqı idilər. Nəhəng bədənlər, tükənməz güc, dağlar kimi binalar ucaldırdılar. Amma özləri də bilmədən onları həlak edəcək əzaba doğru gedirdilər. Hud peyğəmbər onlara hansı həqiqəti söylədi ki, dinləmədilər. Bismillahirrahmanirrahim. Allahın Resulü Nuh aleyhisselam vəfat etdi və ondan geriyə 3 mömin oğlu qaldı. Sam, Ham və Yafes. Digər möminlərə, yəni gəmidə xilas olanlara gəlincə, illər keçdikcə onların nəsli kəsildi və hamısı öldü. Heç bir nəsil qoymadılar. Yer üzündə Nuhun nəsli olmayan heç kim qalmadı. Samın nəslinə gəlincə, nəsillər keçdikcə onların Əl-Övs adında bir övladı dünyaya gəldi. Bu oğlun övladları oldu və o, onlarla birlikdə Ərəbistan yarımadasının cənub hissəsinə köç etdi. Həmin vaxt şirk, bütpərəstlik yer üzündə yenidən yayılmağa başlamışdı. Əl-Övsün nəsli sıldırım, qum təpələri olan qumlu bir bölgədə məskunlaşdı. Bu sıldırım qum təpələrinə Əhqaf deyilir və onların dəqiq yeri Ərəbistan yarımadasının cənubunda, Omanla Yəmən arasındadır. Torpaq qumlu idi, lakin Əl-Övsün nəsli güclü və dözümlü olduqları üçün torpağı becərdilər və hamarladılar. Onlar uzun müddət orada məskunlaşdılar və bu torpaq çiçəkləndi. Onlar tikillər uzatdılar və bəlkə də yer üzünün ən güclü dövlətlərindən birinə çevrilən bir dövlət qurdular. Bu, Ad qövmünün dövləti idi və Əl-Övsün nəslindən olan bir şəxs də onların arasında idi. Onun şöhrəti yayıldı və öz qövmü arasında görkəmli bir şəxsiyyətə çevrildi. Beləliklə, qövmü Ad qövmü kimi tanındı. Nuhun oğlu Samın oğlu İrəm onun əcdadlarından biri idi. Buna görə də onlara İrəm və ya Ad qövmü deyilirdi. Bölgələri isə Əhqaf idi. Uca Allah onlara bol nemətlər bəxş etməsinə baxmayaraq, təəssüf ki, onlar şirkə düşdülər və Allahdan üz döndərib başqa bütlərə ibadət etməyə başladılar. Onlar Allahın əcdadları olan Nuhun dövründə insanlara nələr etdiyini bilirdilər. Allahın yer üzündəki insanları küfürləri və şirkləri səbəbindən necə boğduğunu bilirdilər. Lakin buna baxmayaraq, yenidən şirkə qayıtdılar. Onlar ərəb idilər və bizim bildiyimiz ərəblərin ilki idilər. Onlar nəsli kəsilmiş ərəblərdən idilər. Onların Hud adında bir övladı var idi ki, o, onların arasında böyüdü. Gənc yaşına baxmayaraq, o, bütlərə üz tutmadı. O, tədricən yetkinlik yaşına çatana qədər böyüdü və sonra Uca Allah onu qövmünə peyğəmbər olaraq göndərdi. Beləliklə, o, Quranda və sünnədə adı çəkilən ilk ərəb peyğəmbəridir. O, Huddur, aleyhisselam. Quranda bütöv bir surə onun adı ilə adlandırılıb. O, ərəb peyğəmbərlərinin ilkidir və ərəb peyğəmbərləri bunlardır. Hud aleyhisselam, sonra Salih aleyhisselam, sonra İsmail aleyhisselam, sonra Şuayb aleyhisselam, sonra isə Muhammed sallallahu aleyhi və səlləm. Hud, Allahın onlara nemətlər, qalalar, binalar, sərvət və hər cür lütf bəxş etməsindən sonra öz qövmünün vəziyyəti ilə bağlı təfəkkür etməyə başladı. Buna baxmayaraq onlar Allaha şərik qoşurdular. Onlar bənzəri olmayan bir millət idilər. Ələm tərə keyfə fəalə rabbuka bi'ad. İrəm. Ad öz qövmünün rəhbəridir. Qövm onun adı ilə adlandırılıb. İrəm isə onların əcdadlarından biridir. Ələm tərə keyfə fəalə rabbuka bi'ad. İrəm zətil imad. التي لم يخلق مثلها في البلاد. Sonra Allahın peyğəmbərinə vəhiy gəldi və ona mesajı öz qövmünə çatdırmaq əmr edildi. O, qövmü toplaşdığı vaxt onların yanına gəldi və dedi: وَإِلَى عَادٍ أَخَاهُمْ هُودًا قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ.
Bütün peyğəmbərlər özlərinin ilk dəvətlərində tövhidə, tək ilahlığa, tək tanrılığa vurğu edirdilər. Çünki insanlar Allahın birliyinə olan inanclarını itirirlərsə, onlarda heç bir fayda və əməllərində heç bir xeyir olmaz. قال يا قوم اعبدوا الله ما لكم من إله غيره أفلا تتقون. Ad qövmünün Allahın peyğəmbəri Huda aleyhissalam verdiyi ilk cavabın nə olduğunu bilirsinizmi? Bu hörmətsiz cavaba baxın. Onu əvvəldən tanımalarına və ən yaxşı xüsusiyyətlərlə vəsf etmələrinə baxmayaraq. O, onlardan biridir. Lakin görün ona nə dedilər? Qövmünün kafir başçıları cavab verdilər. قال الملأ الذين كفروا من قومه إنا لنراك في سفاهة. Onlar Hudu aleyhissalam onun sağlam düşüncəli olduğunu bildikləri halda ağılsızlıqla itham edirlər. Lakin o, onları tövhidə dəvət etməyə başlayanda ona səfeh dedilər. قال الملأ الذين كفروا من قومه إنا لنراك في سفاهة وإنا لنظنك من الكاذبين. Ona kim qarşı çıxır? Elita. Peyğəmbərlərlə bağlı adət etdiyimiz kimi biz hər zaman görəcəyik ki, qövmünün elitası və rəhbərləri küfür bayrağını daşıyırlar, qövmlərini azdırırlar. Onu vəsf etdikləri ilk xüsusiyyət sən səfeh bir adamsan. İkinci xüsusiyyət isə yalançı oldu. Hud aleyhissalam onlara necə cavab verəcək? Ədəb və əxlaqa diqqət yetirin. Uca Allahın ucaltdığı və seçdiyi şəxsə baxın. قال يا قوم. Onun dediyi ilk şey bu oldu. Siz mənim qövmümsünüz, siz mənim qohumum və qəbiləmsiniz. قال يا قوم ليس بي سفاهة ولكني رسول من رب العالمين. O onların səfeh, yalançı və ya cinayətkar olduqlarını, yaxud ağıllarının kəm olduğunu demədi. O, bunu etmədi, çünki Allahın peyğəmbəri gözəl əxlaq sahibidir. Onlar sən səfehsən dedilər. O isə cavabında səfeh olmadığını, əksinə aləmlərin Rəbbi tərəfindən göndərilən, Rəbbinin mesajlarını onlara çatdıran bir elçi olduğunu və onlar üçün səmimi, etibarlı bir nəsihətçi olduğunu bildirdi. Ondan soruşdular, nə istəyirsən? Sərvət istəyirsən? Qadın istəyirsən? Nə arzu edirsənsə sənə verəcəyik. Tək ki bu sözləri deməyi dayandır. يا قوم لا أسألكم عليه أجرا إن أجري إلا على الذي فطرني أفلا تعقلون. Mən sizdən heç nə istəmirəm. Mənim mükafatım yalnız aləmlərin Rəbbi olan Allahdandır. Sərvət və xəzinələr mənə nə fayda verəcək? Sonra onlara belə cavab verdi. ويا قوم استغفروا ربكم ثم توبوا إليه. Əgər Allahdan bağışlama diləyib ona yönəlsələr nə olar? Görün o, onları hətta bu dünyada belə necə təmin edəcək? يرسل السماء عليكم مدرارا. Çünki ad qövmü əkinləri və məhsulları üçün aşırı dərəcədə yağışdan asılı idilər. Torpaq əvvəlcə səhra idi. Onlar isə oranı becərib əkmişdilər. Beləliklə, onların bütün sərvəti yağışdan gəlirdi. Buna görə də Hud bu neməti onlara xatırlatdı. Əgər bağışlanma diləsəniz və tövbə etsəniz, yağış artacaq. يرسل السماء عليكم مدرارا ويزدكم قوة إلى قوتكم. Gücləri ilə öyündükləri üçün o, onların güclərinin daha da artacağını söylədi. ولا تتولوا مجرمين. Allahın peyğəmbəri Hudun aleyhissalam dəvəti belə başladı. Allahın ad qövmünü iri və uca boylu yaratması onların təbiətinin bir parçasıdır. Belə ki, bəzilərinin boyu 20 dirsəyə çatırdı. Hətta bəziləri boylarının 100 dirsəyə çatdığını demişlər. Əsas odur ki, onlar cüssəli nəhənglər idilər. Bundan əminik. Allahın peyğəmbəri Hud aleyhissalam Allahın bu nemətini onlara xatırladırdı. Bu iri, möhtəşəm və uca bədənlər onlara həmin hündür binaları tikməyə və torpağı becərməyə imkan verirdi. Onlar bu güclü bədənlərlə qalalar tikdilər və öz dövlətlərini qurdular. واذكروا إذ جعلكم خلفاء من بعد قوم نوح
وزادكم في الخلق بسطة. Uca Allah onlara yaradılışlarında bol nemətlər bəxş etmişdi. Lakin təəssüflər olsun ki, onlar Allahın nemətini inkar etdilər. Böyük gücləri sayəsində onlar dayaqsız binalar ucalda bilirdilər. Təsəvvür edin, bir millət hündür binaları tikir. Düşünməyin ki, o dövrdə insanlar tikməyi bilmirdilər. Əksinə, onlar uca və hündür binalar ucaldırdılar. Onları niyə tikirdilər? Onları məskunlaşmaq və ya fayda üçün deyil, sadəcə əyləncə üçün tikirdilər. Hər uca yerdə bir bina ucaldırdılar. Məqsəd nə idi? Sadəcə əyləncə. Siz hər uca yerdə əyləncə üçün bir nişanə, uca bina tikirsiniz. O dövrdə belə imkanlara sahib olan bir milləti təsəvvür edin. Lakin onlar Allahın nemətinə şükr etmirlər. أتبنون بكل ريع آية تعبثون وتتخذون مصانع. Onlar hündür binalar ucaldır, özləri və övladları üçün saraylar tikirdilər. Heç bir məqsədi olmadan. Sarayları elə inşa edirdilər ki, sanki orada əbədi yaşayacaqlar. Özləri üçün mühafizə qurur, günəş işığı, su və qida ilə təmin olunmuş yerlər hazırlayırdılar. Onlar elə düşünürdülər ki, belə etməklə bu həyatda əbədi yaşayacaqlar. وتتخذون مصانع لعلكم تخلدون. Cəsarətləri sayəsində onlara yaxınlaşan hər hansı bir düşmənə qarşı amansızlıq edirlər. Bu sadəcə adi amansızlıq deyil, zoraki bir rəftardır. Bəzən başqalarına qarşı təcavüz edir, qanlarını tökür, onları məhv edir və öz gücləri ilə onlara qalib gəlirdilər. وإذا بطشتم بطشتم جبارين فاتقوا الله وأطيعون. Allah onlara sərvət, övladlar, bağlar, çeşmələr və bu dünyada olan hər şeyi vermişdi. Onların təkəbbürü elə bir həddə idi ki, yer üzündə onlardan daha güclü birinin olmadığına inanırdılar. Onlar bizim dövrümüzdə və bütün dövrlərdəki digər güclü millətlərin dediklərini deyirdilər. Bəzi millətlər yer üzündə ən güclü dövlət olduqlarını iddia edirlər. فأما عاد فاستكبروا في الأرض بغير الحق وقالوا من أشد منا قوة. Allaha sığınıram, siz bir kibrə baxın. Bu təkəbbürə və gücə baxın. İnsanlar öz nəfslərinə necə aldanırlar. Həqiqətən insan özünün ehtiyatsız olduğunu gördükdə azğınlıq edər, həddini aşar. Güclü bədənlər, sərvət və bolluq, qalalar və binalar, ordular və təcihizat, onlarda hər şey var idi. Hətta silah və zirehləri də özləri düzəldirdilər. Çünki başqa heç kim onların etdiklərini etməyə qadir deyildi. Hətta o həddə çatmışdılar ki, bizdən daha güclü kim var deyirdilər. Bir insan güclü olsa belə bir söz deyə bilməz. Allah ona biraz güc versə belə, o başqalarına qarşı təkəbbür göstərə bilməz. أولم يروا أن الله لا إله إلا الله أولم يروا أن الله الذي خلقهم هو أشد منهم قوة. Siz səfehsiniz, ey inkarçılar, ey kafirlər, sizi kim yaradıb? Əgər öz gücünüzü görürsünüzsə, bəs bu gücü sizə ilk başda kim verib? Məskunlaşmağa və bəhrələnməyə çalışdığınız yeri kim yaradıb? Göyü kim yaradıb? Allahın gücünü görmürsünüz. Yalnız öz gücünüzü görürsünüz. Hud aleyhisselam onları səmimiyyətlə, dürüstlüklə dəvət etməyə davam etdi və onlara nemətləri xatırlatdı. Sonra onlara dedi: إني أخاف عليكم عذاب يوم عظيم. Onlar Huda belə cavab verdilər: قالوا سواء علينا أوعظت أم لم تكن من الواعظين. Bizim vecimizə deyil ey Hud. Bizə öyüd nəsihət versən də, verməsən də biz dəyişməyəcəyik. Bu əvvəlkilərin adətindən başqa bir şey deyildir və biz öz əcdadlarımızın və atalarımızın yolu ilə gedirik. Bizə əzab edilən deyil.
Halbuki onlarla Nuh aleyhisselam arasında cəmi bir neçə nəsil var idi. Onlar Nuhu yaxşı tanıyırdılar. Çünki əslən Nuhun nəslindən idilər. Buna baxmayaraq yenə də bizə əzab verilməyəcək deyirlər. Lakin görün, Allahın planı onlarla bağlı necə gerçəkləşir. Hudun aleyhisselam dəvəti öz qövmü arasında tədricən yayılmağa başladı. Və onlar ona qarşı təhqirlərlə çıxış etməyə, onu səfehlikdə, yalançılıqda, dəlilikdə və sehirbazlıqda ittiham etməyə başladılar. Hətta onu ittiham edərək insanlara dedilər ki, Hudun başına gələnlər bu bütlərin təsirindəndir. Allaha şərik qoşduqları bu şirkdəki təəssübkeşliyə baxın. Bu, onlar üçün bir növ dəliliyə çevrilir. Deməyə başladılar ki, Hud onların bütlərini təhqir etdiyi üçün dəli olub. إن نقول إلا اعتراك بعض آلهتنا بسوء Hud aleyhisselam onlara təəccüblənirdi. Mən sizə fayda və zərər verən Allaha ibadət edin deyirəm. Sizin bütləriniz isə nə danışır, nə fayda verir, nə də zərər. Məni, bu bütlərin mənə zərər və pislik toxundurduğu ilə mi ittiham edirsiniz? Hudun aleyhisselam qövmünün dəliliyinə baxın. Ona iman gətirənlər isə ən zəif və təvazökar olanlar idi. Hudla birlikdə iman gətirənlər az idi və onlar üçün nəhəng, cüssəli elitalarla üz-üzə gəlmək çətin idi. Bir gün Hud aleyhisselam tək başına onların qarşısında dayandı. İnsanlar onun ətrafında toplandı. Elitalar gəldi və Hudun aleyhisselam nə deyəcəyi ilə maraqlandılar. O dedi: قال إني أشهد الله واشهدوا أني بريء مما تشركون. Mən bütün bu tanrılardan və bütlərdən uzağım. Yaxşı, nə istəyirsən? Bəlkə də indi baş verəcək olan Hudun aleyhisselam möcüzəsidir. Hudun möcüzəsi bizə açıq şəkildə qeyd olunmayıb. Allahın göndərdiyi hər peyğəmbərin öz qövmü üçün bir nişanəsi, möcüzəsi var idi. Hətta Peyğəmbərimiz Muhammedin də sallallahu aleyhi və səlləm ilk nişanəsi və möcüzəsi Qurani Kərimdir. Hər möcüzə göndərildiyi qövmün içərisində olduğu şəraitə uyğun idi. Biz görəcəyik ki, Peyğəmbərin hər bir möcüzəsi öz qövmünə, onların anlayışına, təbiətinə və nəsillərinə uyğunlaşdırılmışdı. Ad qövmünün xüsusiyyəti nədir? Onları ən çox fərqləndirən nədir? Bu, onların öz gücləri ilə qürur duymalarıdır. Onlar belə deyərdilər: bizdən daha güclü kim var? Həqiqətən də bədənləri uca və güclü idi. Möhkəm bir fiziki quruluşa malik idilər. Onların başqalarına bənzəməyən bir gücü var idi. Bəlkə də Hudun aleyhisselam möcüzəsi elə onlara öz gücləri ilə meydan oxumaq idi. Elitalar toplandı, insanlar nə baş verəcəyini görmək üçün yığışdılar. O dedi: ey qövmüm, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam. فكيدوني جميعا. Buyurun, hamınız mənə hücum edə bilərsiniz. Əgər məni öldürmək niyyətiniz varsa, bunu indi etmək sizin ixtiyarınızdadır. Mənimlə nə istəyirsinizsə edin və mənə qarşı nə bacarırsınızsa sınayın. Bu, böyük bir meydan oxumadır. İnsanlar izləyir, hətta möminlər belə Hudun nə etdiyini maraqla gözləyirdilər. O, bu təkəbbürlü və qüdrətli qövmlə üz-üzə gəlir. Ey Hud, sən kimsən ki, onlarla tək başına üzləşirsən? فكيدوني جميعا. Bundan sonra o, onlara nə deyir? فكيدوني جميعا ثم لا تنظرون. Gecikməyin. Əgər mənə qarşı hiylə qurmaq niyyətindəsinizsə, bunu gözləmədən, elə bugün etməlisiniz. Ey Hud, qövmünə bu böyük meydanı oxumaq üçün hansı gücə sahibsən? Bilirsinizmi bu hansı gücüdür? Bu, ən böyük gücüdür. إني توكلت على الله. Siz bütlərinizlə, gücünüzlə, təcihizatınız və silahlarınızla bir yerdəsiniz. Elə isə hamınız gəlin. Mən isə təkəm və yanımda aləmlərin Rəbbindən başqa heç kim yoxdur. إني توكلت على الله. توكلت على الله ربي وربكم. Bilirsiniz hansı Rəbdən danışıram?
ما من دابة إلا هو آخذ بناصيتها. هذه الناصية. Bu o deməkdir ki, aləmlərin Rəbbi olan Allah hər şeyi istədiyi yerə yönəldir. Şübhəsiz ki, Rəbbim doğru yoldadır, ədalətlidir. Beləliklə, insanlar qəzəbləndilər və hiddətləndilər. O tək olduğu halda bizə necə meydan oxuya bilər? Yanında yalnız Rəbbi varkən bizə və tanrılarımıza necə meydan oxuya bilər? Onlardan nə gözləyirsiniz? Onların hamısı Allahın Peyğəmbərinə zərər verməyə çalışdı. Lakin bacarmadılar. Onların cəzası isə mübarək və uca olan Rəbbin əlində idi. Uca Allah ən güclü millət, qövm, bədən və ordu olmaqla öyünmələrinə baxmayaraq, Hudun hamısına qalib gəlməsini təmin etdi. Yenə də onlar tək bir fərdə qalib gələ bilmədilər. Niyə? إني توكلت على الله. Yanında aləmlərin Rəbbi olan bir peyğəmbəri kim məğlub edə bilər? Həqiqətən də uca Allah onları geri oturtdu və Allahın peyğəmbəri Hud onlara qalib gəldi. Hud aleyhissalam öz qövmünü dəvət etməyə, onlara nəsihət etməyə davam edəcək. Lakin Hudun sahib olduğu bu gücün arxasıca daha böyük bir güc, qüvvə gələcək. Uca Allahın bu qövmə göndərəcəyi bu qüvvə nədir? Öz gücü ilə qürur duyan insanların daha güclü bir şeyə ehtiyacı var. Bu daha güclü amil nədir? O, Allahın bir əskəridir və biz onu növbəti hissədə tanıyacağıq.